6 sotun içərisində şəxsi tikilib belə bir ev, dəyərli izləyicilərim. Yerləşmə yerdə Maçlar qəsəbəsində Qaya Ustaların ərazidə. Yola da yaxın belə bir evdir, hörmətli izləyicilərim. Hal-hazırda evin həyətyanı sahəsindəyik. Belə bir geniş, böyük həyəti var. Darvazası da böyükdür, rahatlıqla yəni maşın həyətinə daxil olur. Bu hissədə belə bir tikilisi mövcuddur. Yəqin ki, buna qaraj kimi nəzərdə tutulub. Üstü hal-hazırda gördüyünüz kimi belə açıq vəziyyətdədir. Və həyətində də müxtəlif meyvə ağaclarıdır. Nar ağacıdır, sonra ərik ağacıdır. Burada digər ağaclar da mövcuddur. Geniş, böyük bir həyətə sahibdir, gördüyünüz kimi. Evin həm yan hissəsində, arxa hissəsi keçmək mümkündür. Və yerdən kürsülüdür ev. Onu da qeyd edim ki, alt hissəsində gördüyünüz kimi hal-hazırda belə bir əldamı kimi istifadə olunur. Kamnallar da hamısı var, quyusu da mövcuddur. Qalxıram indi evin otaqları ilə sizi tanış etməyə. Deməli, bura evin ön hissəsidir. Belə bir geniş parşatkası da var. Əşyaların bir çoxu evdə qalacaq dəyərli izləyicilərim. Onu da qeyd edeyim. Deməli, bura evin giriş hissəsidir. Buradan sağda yerləşir belə bir mətbəx. İşıqları da yanlış var. Deməli, bura mətbəx hissəsidir. İsti sistemi kombili radiatorla gördüyünüz kimi var. Və burada belə bir gözəlliyi var. Təbii ki. Mətbəx mebelidir gördüyünüz kimi. Yığılıb səliqəli vəziyyətdə hal-hazırda evdə yaşayış mövcuddur. Evdə tam təmirlidir dəyərli izləyicilərim. Buradan deməli keçsəydik belə bir uşaq otağıdır. Burada isə belə bir böyük yataq otağı dəyərli izləyicilərim. Və keçirəm indi digər otaqlarla sizi tanış etməyə. Burada yerləşir belə bir böyük qonaq otağı gördüyünüz kimi. Və əşyaları bir çoxu qalacaq hörmətli izləyicilərim. Keçirəm indi o bir hissəni çəkib təqdim edib sizə. Burada ayrı-ayrılıqda sanitar qovşaqdır və hamam otağıdır. İşıqlandı. Bura hamam otağı. Burada isə sanitar qovşaq. Nömrələrimiz aşağıda və səhifədə mövcuddur. Bu və digər bunun kimi evlərlə tanış olmaq istərsəniz səhifəmizə daxil olub baxa bilərsiniz. Bizi izləməyi unutmayın. Sağ olun.